Hamımız günahkarıq, fikir verirsiniz buna. Bu günahlarımızla beraber çoxu zaman özümüzü haqlı görürük Allah karşısında. Deyir ki, nə günah eləyirik biz? Bu günah deyil ki. Elədim də, nə olacaq? Allah nə deyir? Deyir, bəndəmdir də, elədi də. Da özünü belə bilir, elə qoy belə də qalsın. Bir nəfərə sual verirlər, bu uzun ömürlüdür şəxs. Cumrah qalıbdır. Ona sual verirlər ki, necə olur, sən bu qədər uzun ömürlü qalıbsan, özdə bu yaşında da cumrahsan. Deyir, mən heç kimlə mübahisə eləmədim. Deyir, necə yəni mübahisə eləmədən? Elə şey olar, belə yaşamaq olar, insan mübahisə eləməsin. Belə şey ola bilməz. Deyir, yaxşı ola bilməz. Onunla belə mübahisə eləmir. İnşallah bu günləri cümə xütbəsində insanlara dəyər vermək, insanlara hörmət etmək haqqında danışacaq. Ümumiyyətlə bir insana dəyər vermək, o insana diqqət göstərmək, hörmət etməyin özü bir mədəniyyətdir. Allah Teala müqəddəs Quran-ı Kərimin İsra surəsinin 70-ci ayəsində buyurur, biz Adəm oğullarını hörmətli etdik. Onları quruda və dənizdə, mini üstündə daşıdıq. Və biz onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün etdik. Allah Teala biz ümmətə ilk öz haqqını qorumağı əmr eləyir. Yəni, ibadət etməyi əmr eləyib. Namaz qılmağı, oruç tutmağı, vacibatları yerinə yetirməyə əmr eləyibdir. Ondan sonra Allah Teala bizə bəndələrin haqqını qorumağı əmr eləyib. Yəni, insanlara dəyər verməyi, onlara hörmət bəsləməyi, insanlara ehtiram etməyi Allah bizə əmr eləyibdir. İmam Baqir ağanın sahabəsidir Xeysəmə, deyir, gedirdim İmam Məhəmməd Baqir ağa ilə vidalaşmağa. Deyir, getdim onun yanına, imam mənə buyurdu. Ey Xeysəmə, bizim dostlarımızdan, bizim tərəfdaşlarımızdan, bizi istəyənlərdən kimi görsən, ilk öncə bizim salamımızı ona çatdır. Sonra onları ilahi təqvaya tövsiyə et, ilahi təqvaya dəvət elə və onlara dinən ki, onların imkanları fəqirlərə, kasıblara kömək etsinlər. Onların güclüləri gücsüzlərə kömək eləsinlər, gücsüzlərin yanında olsunlar. Onların diriləri vəfat edənlərin dəfn mərasimində iştirak eləsinlər. Bir-birlərinin evində bir-biri ilə görüşsünlər. Və deyir, onlar bu cür görüşləri tez-tez etsələr, bizim əmrlərimizin dirçəlməsinə və yaşamasına səbəb olur. İmam deyir. Baxın, bütün məsumlar hər kəsə mehribançılığı, insanlara dəyər verməyi, insanların haqqını qorumağı biz ümmətə əmr eləyibdir. İmam Sadiq ağa buyurur, deyir, bir şəxsdir Allah yolunda. Allaha xatir öz din qardaşının görüşünə gedir. Ki Allah buyurub ki, get öz din qardaşını axtar. Bu insanda Allaha xatir bu işi görür. Deyir, belə olan müsəlmana Allah-u Teala səslənir. Ey görüşə gedən, xoş sənin halına, sən behişt üçün layiqsən. Allah həmən bəndəsinə behiştli vəd verir. İmam Məhəmməd Baqir və İmam Cəfər Sadiqdən gəlib bu deyəcəyim hədis. Deyir, bir mömin qardaşdır, öz din qardaşının ziyarətinə gedir. Və bu işi də öz boynundakı haqqı əda etmək üçün Allaha xatir görür. Bu niyyətlə deyir, yerinə yetirsə, onun atdığı hər bir addıma görə Allah həmən bəndəyə bir savab yazır. Atdığı hər bir addıma görə əməl dəftərindən bir günahı silir. Atdığı hər bir addıma görə Allah onun dərəcəsini bir dərəcə yüksəldir. Sonra deyir, getdi. Din qardaşının qapısını döydü, o qapı onun üzünə açıldı, bu iki mömin görüşüb qucaqlaşdı, deyir, Allah Teala səmadakı mələklərinə həmən bəndələrini göstərir. Deyir, ey mənim mələklərim, mənim bəndələrimə baxın, bu iki bəndəmə baxın. Deyir, onlar
vacib etdiyim haqqı icra etmək üçün bir-biri ilə görüşdülər. Mən də özümə borc bilirəm ki, Allah deyir. Deyir, mən də özümə borc bilirəm ki, onları cəhənnəm ateşində yandırmayayım. Cəhənnəmi bu iki bəndəmdən uzaq eləyim. Sonra deyir, həmin mömin öz din qardaşının görüşündən qaydarkən atdığı hər bir addıma görə, aldığı hər bir nəfəsə görə mələklər onu müşahidə edəcək. O ki, bugün getmişdi din qardaşının ziyarətinə, hədis belə də buyurur. Deyir, gələn ilin həmin gününə kimi Allah onu dünya bəlalarından və axirətin əzabından amanda saxlayacaq. Nə gözəl Allahımız var. Bir insana, bir mömin qardaşa dəyər verirsən, gör Allah sənə nə qədər dəyər verir. Sənə nə qədər izzət verir, sənə nə qədər savablar verir. Nə gözəl əməldir ki, insanlara dəyər verəsən, ehtiram eləyəsən. Onlarla mehriban danışasan, xoş danışasan. Baxın, burada əyləşən, elə başda mənəm. Hamımız səmimi danışaq da, hamımız günahkarıq. Birimiz də böyükdür, birimiz də balacadır, xətalarımız var, hamımızda var bu. Hamımız günahkarıq, fikir verirsiniz buna. Bu günahlarımızla bərabər çoxu zaman özümüzü haqlı görürük Allah qarşısında. Deyir ki, nə günah eləyirik biz? Bu günah deyir ki, elədim də, nə olacaq? Allah nə deyir? Deyir, bəndəmdir də, elədi də. Da özünü belə bilir, elə qoy belə də qalsın. Belə edir də bizim loru dillər isə bizi yola verir. Biz də o Allahın yaratdığı bəndələrik də. Nə olar ki, bir-birimizə rəhm eləyək? Bir-birimizlə mehriban danışaq. Bir-birimizə bir gülərik, xoş sima göstərək, gülümsəyək. Biri sənə deyir, sən səhvsən, deyən nə oldu? Baş üstə, nə gözəl. Hə, mənəm səhv. Bu sözü deməklə insan öləcək. Nə olacaq? Əksinə ucalacaqsan. Daha da gözəl olacaq hər şey. Bu gülməli də olsa da deyim bir misal var. Bir nəfərə sual verirlər, bu uzun ömürlüdür şəxs. Gümrah qalıbdır. Ona sual verirlər ki, necə olur, sən bu qədər uzun ömürlü qalıbsan, özdə bu yaşında da gümrahsan. Deyir, mən heç kimlə mübahisə eləmədim. Deyir, necə yəni mübahisə eləmədən? Elə şey olar, belə yaşamaq olar, insan mübahisə eləməsin. Belə şey ola bilməz. Deyir, yaxşı ola bilməz. Onunla belə mübahisə eləmir. Hani bizlər də, niyə mübahisə eləyirsən? Deyir, mən düzəm, deyirən, hə, yaxşı, sən düzsən. Hə, nə gözəl. Bununla ucalacaqsan, bununla xoşbəxt olacaqsan, ol da xoşbəxt. Biz Allaha o qədər deyirik, Allahım, mən düzəm. Allahım, mən günah eləmədim, Allah deyir, yaxşı bəndə. Sən deyəndə, hə, sən düzsən. Bizlər də bir-birimizə mehriban danışaq. Birinci mən deyərdim ki, insanlara ki, dəyər verməkdən danışırıq, bir öz dəyərimizə baxaq. Bir görək biz kimik? Bizim dəyərimiz nədir? Həzrət Əli əleyhissalam Nəhcül Bəlağada buna cavab verir. Deyir, hər bir insanın dəyəri onun meyil etdiyi, sevdiyi şey qədərdir. Ustad Əllamə Cəfəri öz xatirələrindən danışır. Deyir, dünyanın tanınmış insanları, tanınmış alimləri yığılıb nənə yerə. Ustad da orada iştirak edir. Deyir, hərə öz fikrini deyəcək. Mühüm bir mövzudur. Mövzu da budur ki, insanın həqiqi dəyəri nədir? Bu mövzuda çıxış gedir. Deyir, o dünyanın tanınmış alimləri hərəsi bir söz dedi. Biri deyir ki, insanın həqiqi dəyəri qızıldır. Biri deyir neftdir, biri deyir nə bilim gümüşdür, biri deyir var dövlətdir. Hərə bir söz deyir. Söz gəlib satır ustada. Deyir, ustad deyir, o zaman növbə gəldi, mənə çatdı. Deyir, qalxdım. Dedim, əgər bilmək istəyirsinizsə insanın həqiqi dəyəri nədir? Deyir, ilk öncə onun meyl etdiyi şeyə baxın. Görün nəyə çox meyl eləyir, nəyə çox aşiqdir. Deyir, ona nəzər eləyin. Deyir, mən dedim ki, birinin meyl etdiyi şey, sevdiyi şey bir uca mərtəbəli evdirsə, bir 2 mərtəbə, 3 mərtəbəli evdirsə, deyir, onun dəyəri odur. Deyir, dedim, biri bahalı bir maşına aşiqdirsə, ona meyl eləyirsə, o insanın dəyəri odur. Deyir, amma yox. Biri ki, meyl eləyir Allaha aşiqdirsə, onun dəyəri Allahdır. Deyir, bu sözü dedim, deyir, bir sükut baş verdi. Deyir, başladılar düşünməyə, sonra qalxdılar, hamısı məni alqışladı. Deyir, gözlədim, deyir, alqışlayıb qutarandan sonra, deyir, təzdən qalxdım ayağa. Deyir, əzizlərim, çox sağ olun, amma bu söz mənim sözüm deyil. Bu söz Həzrəti Əli əleyhissalamın sözüdür, Nəhcül Bəlağada buyurub. Ki, hər bir insanın dəyəri
onun aşiq olduğu, meyl etdiyi, sevdiyi şeyin qədərindədir. Deyir, orada olan hər kəs durdu, yenidən alqışladı. Baxın, Həzrət Əli Əleyhisselamın buyurduğu kimi, insan həyatında nəyi ki çox əldə etmək istəyir, nə üçün ki çox çalışır, insan dəyəri elə odur. Pul qazanmaq üçün bugün çox çalışırsan ki, mənim pulum çox olsun, şanım, şöhrətim çox olsun, sənin dəyərin odur. Sənin öz dəyərin həqiqətdə odur. Həzrəti Peyğəmbər buyurur, inşallah bu hədisi deyim. Deyir, hər kəs ki, din qardaşları ilə ünsiyyətdə təvazökarlıq eləyər. Onları tərəf birinci özü addım atar və insanlara dəyər verər, buyurur ki, həqiqətən belə bir insan Allah yanında siddiqlərdən və Əli İbn Əbi Talibin davamçılarından olar.